Bakı şəhəri Səbail rayonu Zərifə Tağıyeva küçəsi 16-18 ünvanında yerləşən fiziki şəxs İsmailov Tural Şakiroğlu'na məxsus Sushi Klub ictimai yaşı müəssisəsində ciddi qanun pozuntuları aşkarlanıb. Kanal 21 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı müəyyən olunub ki, Sushi Klub qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərib. Müəssisədə sushi rolların hazırlanmasında istifadə edilən çiğ balıqların mənşeyini təsdiqləyən sənədlər təqdim olunmayıb. Eyni zamanda istifadə olunan yarımfabrikatların üzərində hazırlanma tarixi qeyd edilməyib. Xam malların saxlanma temperaturu pozulub və texnoloji prosesin ardıcıllığına əməl olunmayıb. Yoxlama zamanı həmçinin məlum olub ki, işçilər dövrü tibbi müayinədən keçməyib, təmizlik işləri lazımi səviyyədə aparılmayıb. Agentlik əməkdaşları tərəfindən müəssisədə hazırlanmış sushi rollardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Aşkarlanmış faktlarla bağlı nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti dayandırılıb. Sushi klubu rəhbərliyi barəsində isə inzibati protokol tərtib olunub və qanunvericiliyə uyğun tədbirlər görülür.